Təbiətin ən dözümlü və qorxmaz məməlilərindən biri. Porsuk zahirən kiçik ayını xatırladan, lakin gəlincik kimilər fəsiləsinə aid olan güclü bir məməlidir. Elmi adı Gulo olan bu heyvan ailəsinin quruda yaşayan ən iri nümayəndəsi hesab olunur. Güclü bədəni, qalın dərisi və iti caynaqları onu soyuq iqlimlərdə yaşamağa tam uyğunlaşdırıb. Porsuklar əsasən Arktika və subarktik ərazilərdə, Şimali Amerika, Avropa və Asiyanın şimal hissələrində yayılıb. Onlar insan təsirindən uzaq tundra, tayqa və dağ meşə zonalarında yaşayır. Geniş pəncələri qar və buz üzərində batmadan hərəkət etməyə imkan verir, bu da ona o vaxtarışında böyük üstünlük qazandırır. Qidalanma baxımından porsuk əsasən ət yeyən heyvandır. Onun rasionuna maral, geyik, kirpi, müxtəlif gəmiricilər, həmçinin artıq ölmüş heyvanların cəsədləri daxildir. Porsuk tapdığı qidanı israf etmir. Eyni ov mənbəyinə dəfələrlə qayıdır. Müşahidələr göstərir ki, bəzən tək bir porsuk daha iri yırtıcıları belə ov üzərindən uzaqlaşdıra bilir. Porsuklar ilin böyük hissəsini tək keçirir. Cütləşmə dövründən sonra dişi porsuk, qarlı ərazilərdə dərin və tunelli yulalar qazaraq balalarını burada dünyaya gətirir. Balalar doğulduqda kör, dişsiz və zəif olur, uzun müddət ana qayğısına möhtac qalırlar. Təbiətdə porsuğun ömrü orta hesabla 13 ilə qədərdir. Yetkin fərdlərin düşməni az olsa da, balalar üçün ayılar və canavarlar təhlükə yarada bilər. Qida tapmaq üçün porsuk bir gün ərzində onlarla kilometr məsafə qət edə bilir ki, bu da onun fiziki dözümlülüyünü açıq şəkildə göstərir. Müasir dövrdə porsuklar üçün əsas təhlükə insan fəaliyyətidir. Meşə yollarının çəkilməsi, sənaye fəaliyyəti və iqlim dəyişikliyi onların yaşayış mühitini daraldır. Xüsusilə qar örtüyünün azalması balaların qorunmasını çətinləşdirir. Bu səbəbdən bir sıra ölkələrdə porsuk qorunan növlər siyahısına daxil edilib. Porsuk təbiətdə gücün ölçü ilə deyil, uyğunlaşma və dözümlülüklə müəyyən olunduğunu göstərən nadir canlılardan biridir. Kiçik bədəninə baxmayaraq, qorxmaz davranışı və sərt mühitə uyğunlaşması onu ekosistemin mühüm yırtıcılarından birinə çevirir.